Salam əziz izləyicilər. Bu videoda Hədəf Nəşriyyatın kimya quizlərindən 21-cisini izah edəcəm. Mövzumuz yağlar, mürəkkəb efirlər və karbohidratlardır. Birinci sual. Hansı turşu bərk yağlar əmələ gətirir? Ümumiyyətlə, yağların tərkibinə daxil olan turşular iri molekullu turşulardır. Yəni, buradan mən B variantını, D variantını çıxa bilərəm. Çünki bunlar iri molekullu turşular deyirlər. Həmçinin Y variantını da. Bərk yağdan söhbət gedirsə, turşu doymuş olmalıdır. Doymamış turşular da maye yağlarının tərkibinə daxildir. Baxın, A variantındakı turşu olein turşusudur. Bu doymamış turşudur. Maye yağların tərkibinə daxildir. Ona görə olmaz. C variantında stearin turşusu doymuş turşudur. Ona görə bərk yağların tərkibinə daxildir. Cavab C variantı olacaq. 2-də deyir, 1 mol glukozanın tam yanmasından əmələ gələn karbon qazının kütləsini hesablayın. Glukozanın yanma reaksiyası fotosintez reaksiyasının əksinə. Oksigenlə reaksiyaya girir, karbon qazı və su alınır. Əmsallaşdıranda bu maddələrə 6 yazmalıyıq. 1 mol glukozadan alınır 6 mol karbon qazı. Elə reaksiyadan bu görünür. Karbon qazının əməli 44'dür. Ona görə 6'nı vuracağıq 44'e, cavab olacaq 264 qram. A variantı. 3. Fruktoza üçün doğru olan ifadələri seçməliyik. Maltozanın hidroliz məhsuludurmu? Xeyr. Maltoza alfa glukozalara hidroliz edir. Saxarozanın hidrolizindən alınırmı? Bəli. Saxaroza alfa glukoza və beta fruktozaya hidroliz edir. Hidrogenlə reduksiyasından 5 atomlu spirt əmələ gəlirmi? Xeyr. 6 atomlu sorbit spirti alınır. Suda yaxşı həll olan maddədirmi? Bəli. Monosaxaridlər suda yaxşı həll olurlar. Fruktoza da monosaxariddir. Cavab A variantı olacaq. 4. Selluloza ilə nitrat turşusunun qarşılıqlı təsirindən alınan maddə hansı sinifə aiddir? Baxın, sellulozanı biz spirt kimi düşünə bilərik. Çünki tərkibində hidroksil qrupları var. Nitrat da turşudur. Spirtlə turşunun reaksiyasından nə alınır? Mürəkkəb efir alınır. D variantı. 5. Glikoza üçün hansı ifadə doğrudur? Suda həll olmur. Xeyr, səhvdir. Suda həll olur. Bayaq dedik, monosaxaridlər suda yaxşı həll olurlar. Reduksiya olunmur deyir, amma səhv deyir. Glukozanın hidrogenlə reaksiyasından sorbit spirti alınır. Bayaq demişdik, fruktozadan da sorbit spirti alınır, glukozadan da. C'də deyir, hidroliz edir. Xeyr, monosaxaridlər hidroliz etmirlər. Disaxaridlər və polisaxaridlər hidroliz edirlər amma. D'də deyir, oksidləşmir. Səhv deyir. Glukoza tərkibində aldehid qrupu saxlayan bir monosaxariddir. Ona görə də aldehidlər kimi oksidləşir. Oksidləşərək glikon turşusuna çevrilir. Y bəndi doğru cavabdır. Aldehid spirtdir. Bəli, glukozanın formulunu çəksək, görəcəyik ki, tərkibində aldehidlərə xas olan karbonil qrupu var. Ona görə biz glukozaya aldehid spirt deyə bilərik. 6. Glukozanın qızqırma reaksiyalarına əsasən X, Y, Z-i tapmalıyıq. Glukozanın 3 cür qızqırması var. Birində etil spirti və karbon qazı alınır. Birində yağ turşusu, karbon qazı və hidrogen alınır. Əmsallaşdırmıram daha. Birində də süd turşusu alınır sadəcə. İndi baxaq. Birinci reaksiyada X, karbon qazı və hidrogen alınırsa bu yağ turşusudur. Demək, cavab ya B'dir ya da Y'dir. Y sadəcə bir maddə alınır, bir məhsul alınırsa bu süd turşusudur. Cavabı tapdıq artıq, Y variantı. Üçüncü reaksiyadan da Z və karbon qazı alınır. Z etil spirti olacaq. 7. Glukoza sənayedə hansı reaksiya üzrə alınır? Glukoza nişastanın hidrolizindən alınır. Yəni polisaxaridin hidrolizindən. Cavab
A variantıdır. 8-də mürəkkəb efiri göstərmək soruşulur. Mürəkkəb efirlər necə yaranır? Spirtlə turşunun reaksiyasından yaranır. A variantında turşudan qalan bir qalıq görmürük. Həmçinin B variantında da oksigen körpüsünün hər iki tərəfində karbohidrogen radikalı var. Turşudan qalan bir qalığı görmürük. Amma C variantında spirtdən qalan hissə bu hissədir. Propil spirtindən qalan hissə. Və NO2 də nitrat turşusundan qalan hissədir. Yəni C variantındakı maddə spirtlə turşunun reaksiyasından alınıb. Deməli nə imiş? Mürəkkəb efir imiş. D variantındakı sirkə anhidrididir. 2 mol sirkə turşusu P2O5 iştirakında dehidratlaşaraq D variantında verilmiş maddəyə çevrilir. Y variantındakı maddə də yenə oksigen körpüsünün hər iki tərəfində karbohidrogen radikalı varsa sadə efirdir. 9-da soruşur hansı ifadələr doğrudur? Mürəkkəb efirlərin turş mühitdə hidrolizi dönər prosesidir. Bəli, turş mühitdə dönərdir, amma qələvi mühitdə dönər deyil. 2-də nə deyir? Qələvi mühitdə hidrolizi dönər prosesidir. Xeyr, bu səhvdir. Dönməyən prosesdir. Mürəkkəb efirlər həm üzvü, həm də bütün qeyri-üzvü turşuların spirtlərlə reaksiyasının məhsuludur. Burada bütün sözü aləmi vurur bir-birinə. Bütün üzvü turşularla spirtlərin reaksiyasından mürəkkəb efir alına bilər. Amma bütün qeyri-üzvü turşular ifadəsi səhvdir. Oksigenli qeyri-üzvü turşuların spirtlərlə reaksiyasından mürəkkəb efir alınır. Bütün qeyri-üzvü turşuların yox. Məsələn, xlorid turşusu oksigensiz turşudur. Xlorid turşusu spirtlərlə reaksiyaya girəndə mürəkkəb efir əmələ gətirmir. 3 səhvdir. Yalnız bir doğrudur. Y variantı. Onda deyir 1,8 kiloqram glukozanın qızqırmasından alınan etanolun yanmasına neçə litr oksigen sərf olunur? Glukoza C6H12O6 etanola qızqırma. Alınır etanol və karbon qazı. Əmsallaşdıranda 2 yazmalıyıq. 1,8 kiloqram 1800 qramdır. Neçə mol etanol alınır? Baxaq görüm. Glukozanın emeri 180-dirsə, 180 qramdan 2 mol etanol alınırsa, 1800 qramdan da 20 mol etanol alınacaq. İndi alınan bu 20 mol etanolu yandıraq. C2H5OH plus oksigen, alınır karbon qazı plus su. Əmsallaşdıranda bura 2, bura 3, oksigenə də 3. İndi baxırıq ki, 1 mol etanolun yanmasına 67,2 litr oksigen sərf olunur. Bəs yaxşı, 20 mol etanolun yanmasına neçə litr oksigen sərf olunacaq? 1344 litr tənasüblə tapırıq. Cavab olur C variantı. 11-də deyir ki, glukoza üçün doğru olmayan ifadələri seçin. Molekulunda keton qrupu var, xeyr, aldehid qrupu var. Keton spirt fruktozadır. Glukoza, riboza, dezoksiriboza bunlar aldehid spirtlərdir. Yəni tərkibində aldehid qrupu var. Suda yaxşı həll olur. Bəli, monosaxaridlər yaxşı həll olurlar. Hidroliz etmir. Bəli, monosaxaridlər hidroliz etmirlər. Mis 2 hidroksidlə həm oksidləşir, həm də dəyişmə reaksiyasına daxil olur. Bəli, bu da doğrudur. Mis 2 hidroksidlə həm oksidləşə bilər, oksidləşdikdə glukon turşusuna çevrilə bilər. Həm də biz glukozaya çox atomlu spirt kimi baxsaq, çox atomlu spirtlər mis 2 hidroksidlə təyin olunurlar. Və göy rəngli məhlul əmələ gətirirlər. Onda glukoza mis 2 hidroksidlə həm oksidləşə bilər, həm də dəyişmə reaksiyasına daxil ola bilər. Qızqırma məhsullarından biri asetat turşusudur. Xeyr, glukoza qızqıranda ya etil spirt alınacaq, ya yağ turşusu alınacaq, ya da süd turşusu alınacaq. Asetat turşusu alınmayacaq. 6-da deyir, gümüş güzgü reaksiyasına daxil olur. Bəli, aldehid spirt olduğuna görə, yəni tərkibində aldehid qrupu olduğuna görə gümüş güzgü reaksiyasına daxil ola bilir. Bizdən doğru olmayanlar soruşulur. 1-i və 5-i götürəcəyik. 12.
yoğunluğu müəyyən edin deyir. Siklik formada molekulundakı asimetrik karbon atomlarının sayı. Hə. Məsələ belədir ki, monosaxaridlərdə açıq formada neçə asimetrik karbon varsa, siklik formaya keçəndə həmin rəqəm bir vahid artır. Məsələn, ribozaya baxsaq, açıq şəkildə yazıram. Öncə biz bilməliyik ki, nədir asimetrik karbon? Asimetrik karbon 4 tərəfinə 4 müxtəlif radikal və ya atom birləşən karbondur. Görək, ribozada neçə asimetrik karbon var? Birinci karbon asimetrik deyil. Çünki 2 qoluna bir oksigen birləşib. Yəni, ümumiyyətlə 4 tərəfi yoxdur, 3 tərəfi var. İkinci karbon asimetrikdirmi? Bəli. Bir tərəfinə hidrogen, bir tərəfinə OH, bir tərəfinə COH, bir tərəfinə də gördüyünüz bu iri radikal birləşib. Deməli, 4 tərəfinə 4 fərqli atom və ya radikal birləşib, asimetrikdir. Həmçinin 3-cü də asimetrikdir, 4-cü də asimetrikdir. Amma 5-ci asimetrik deyil. Açıq formada 3 asimetrik karbonu varsa, qapalı formaya, siklik formaya keçəndə 4 asimetrik karbonu olur. Yəni, 1-ə aid olur A. Fruktozaya baxaq. CH2OH, CHOH, CHOH, yenə CHOH. Bu karbonu keton qrupudur. Bu da CH2OH. Fruktozaya baxanda birinci karbonu asimetrik deyil. İkincisi asimetrik deyil. Üçüncüsü asimetrikdir. Dördüncüsü və beşincisi də asimetrikdir. Altıncısı asimetrik deyil. Yəni, fruktozanın da 3 asimetrik karbonu var. Siklik formaya keçəndə bu da 4 olacaq. Saxarozanı, saxaroz ümumiyyətlə monosaxarid deyil, disaxariddir. Disaxaridlərdən saxarozada 9 asimetrik karbon var. Maltoza və laktozada da 10 asimetrik karbon var. Yəni, saxarozanı heç ara aid eləyə bilmirik. Glukozaya baxaq. Formulunu çəkirəm öncə. Glukozada birinci və sonuncu karbon asimetrik deyil. Amma digər 4 karbon, özünüz də baxıb görə bilərsiniz ki, asimetrik karbonlardır. Yəni, açıq formada 4-dürsə, siklik formaya keçəndə 5 asimetrik karbonu olacaq. Və qaldı dezoksiriboza. Yəni C5H10O4. Dezoksiribozada 1, 2 və 5-ci karbonlar asimetrik deyil. 3-cü və 4-cü karbonlar asimetrikdir. Yəni, açıq formada 2 asimetrik karbonu varsa, siklik formada 3 asimetrik karbonu olacaq. 3-ə Y uyğun gələcək. Çatdıq situasiya suallarına. Nuranə bağdan yığdığı üzümlərin bir neçə gün polietilen qablarda qaldığını görür. Qabın ağzını açdıqda spirt qoxusunun gəldiyini müşahidə edir. Bunun səbəbini məktəbdə kimya müəllimindən soruşduqda isə müəllim üzümün tərkibindəki glukozanın X maddəsinə qıcqırdığını izah edir. Spirt alınıb. X maddəsinin kimyəvi formulunu yazın. Buradan etil spirti alınıb. C2H5OH. Glukozanın X maddəsinə qıcqırma reaksiyasının tənliyini yazın və əmsallaşdırın. Bayaq da yazmışdıq əslində. Yazıb əmsallaşdırmışdıq. C2H5OH və karbon qazı alınmışdı. 2 və 2 yazırıq. 15-də deyir 200 qram 23%li X maddəsi məhlulunun alınması üçün tələb olunan glukozanın kütləsini hesablayın. Baxın, 200 qram 23%li. Yəni, neçə qram spirt olmalıdır? 46 qram spirt olmalıdır. 46 qram spirtin alınması üçün bizə neçə qram glukoza lazımdır? Yazıram tənasübü. 46 qram spirtin alınması üçün bizə x qram glukoza lazımdır. Və reaksiyadan görürük ki, 1 mol glukozadan, yəni 180 qram glukozadan 2 mol etil spirt alınır.
Etil spirtinin mR'ini tez hesablayaq. 24, 30, 46. Reaksiyada 2 mol etil spirti var. Bu 92 olur. Görürük ki 92 qram spirtin alınması üçün 180 qram glukoza qıcqırmalıdır. Və bu tənasübü həll edirik. X-i tapırıq. Nə qədər? 90 qram. Vəssalam. Bununla da bu testin izahı başa çatdı. Növbəti videolarda görüşənədək salamat qalın.